Təsəvvür edin ki, hər tərəfdən, sağdan, soldan düşmənin səsləri gəlir. Onlar içi ilə sızaraq həm yaralıların yanına gedirdik. Ağır yaralım oldu, hansı istiqamət təxliyə edəcək. Yadımda ki, komandir başına gəldi ki, bilmirəm, tam dəqiq bilmirəm. Çünki ön xəttəyik. Fədakar ey həkim qardaşım. 2 ayağı qopub, yadımda dizdən aşağı, hər 2 ayağı qopub. Tamamilə ümidsizliyə qapılıb ki, hafizə burada öləcəm, şəhid olacam və ya həyatım batdı. Demək ki, burada heç nə yox deyil, həkimimizdə yana heç nə yoxdur, ayaqlarım yoxdur. Demək, yoxdur, protez qoyacaq, gəzəsin. Bəzən yalan danışmaq da lazım. Dayanmışdı mənə çatanda ürəyi, şəhid olmuşdu. Amma mən bundan barışmaq istəmirdim. Hətta ürəyinə birbaşa adrenalini qabıq arasından birbaşa ürəyinə vurdum ki, bəlkə tərpədə, bəlkə bir şey olar. Niftəliyev Mehraba içimdə çox böyük təəssüfçilik keçirəm. Mən yaralandan günlərində yaralandı və mən orada olsaydım Mehrabı qoymazdım şəhid olsun. Şəfa ver əlinlə qəlbimə, gözlərin kədərlə dolmasın. Son nəfəsini verən şəhidlərimiz də var ki, həkimimizin əladır, hər şey əladır, narahat olma. Bəzən o narahat olma belə onların neçə saat dayanmasına səbəb olurdu. Bəzən özüm üstündən yanıram, o yaralı işdikcə sanki mən də sərinlik tapırdım. Güllədən biçilmiş bir köynək ver mənə, analar saçını yolmasın. Güllədən biçilmiş bir köynək ver mənə, analar saçını yolmasın. 21 dekabr 1995-ci ildə Qəbələ rayon Tüntül kəndində anadan olmuşam. 2013-cü ildə Hərbi Tibb Fakültəsinə qəbul olduqdan sonra elə həmin ildə peşəkar idman karyerasına başladım və artıq tibb universitetini bitirəndə qəhvəyi kəmərə qədər artıq kəmər dərəcəmi yüksəltmişdim və bir neçə ölkə çempionatına çıxış etmişdim. Respublika səviyyəli J kateqoriyalı hakimlik dərəcəm var idi. 2019-cu ildə universiteti bitirdim və həmin ili Naxçıvanda yerləşən Ensali hərbi hissəyə təyinat aldım. Komandirin Vətən müharibəsi qəhrəmanı rəhmətlik Əliyev Anar idi. Təlim dərsləri keçirdim, qrupların sanitarlarına dərslər keçər zaman biz otururduq bir ağacın kölgəsində, sanitarları başıma yığırdım. Hələ də qolumda çapıqlar qaldı. Öz qolumu qoydum ortaya ki, gəlin hər biriniz mənim damarıma düşəcəksiniz. Bəzən deyiširdilər partlarda, fərqi yoxdur. Səhər tezdən düzülüşdə komandir rəhmətli Əliyev Anar sıranın qabağına çıxaraq Azərbaycan ordusundan bir general şəhid olub dedi. Qısa bir müddətdən sonra Polad Həşimov şəhid olmasını eşitdik. Müəyyən qədər hiss edirdik ki, artıq döyüş yaxındadır. Bir neçə gün üzərindən keçəndən sonra sıra düzüldü hər birimizə. Hazırlaşın, gedirik. İnsanların üzündəki o xoşbəxtlik, insanların üzündəki o sevinc, inanın mənə bunu mən qabardaraq demirəm. Biz oktyabr ayının əvvəllərində cəbhə xəttinə yollandıq. Biz yolda gələrkən mahnılar oxuya-oxuya deyib gülə-gülə. Sanki bir avtobusla getdiyimiz insanlar düşünür ki, hamımız da qayıdacağıq. Biz onu dərk etmirdik ki, bu avtobusda gedənlərin bəziləri üç rəngli bayrağa bükülüb qayıdacaq. Komandirimiz rəhmətli Əliyev Anar. Bu gün də fəxr edirəm ki, o insanla qısa bir müddət olsa da xidmət edə bilmişəm. Yəni o əfsanəvi bir komandir idi. Feyzullayev Zahir. Zahir o qədər möhkəm oğlan idi ki, bəlkə bu qapıdan sığmazdı ki, keçərkən. Döyüşlərimiz Cəbrayıl istiqamətindən başladı. Müharibənin nə olduğunu tam dərk etmirdik. İlk şəhid xəbəri ki, öz yaxınlarımızdan gəldi, öz şəxsiyyətimizdən. O zaman anladıq ki, biz nəyin içindəyik, artıq bura nə deməkdir. Və ondan sonra bizim psixologiyamız tamamilə dəyişildi. Yadımdadır, mən rəhbətli Əliyev Anara yaxınlaşdım ki, komandir, buradayam, mən şəxsiyyətin yanındayım, amma ağır yaralım oldu, hansı istiqamət təxliyə edəcəm. Çünki biz müstəmləkə kəşfiyyat hərbi hissəsi olaraq ən öndə idik. Arxaya bəzən təxliyə yollarımız da yox idi. Yadımda ki, komandir başına gəldi ki, bilmirəm, tam dəqiq bilmirəm. Çünki ön xəttəyik. Bacardığın qədər ilkin tibbi yardımı göstər və saxlamağa çalış. Qırmızı Bazar əgər alınsaydı, biz Şuşaya təxliyə yolları ilə, maşın yolu ilə rahatlıqla gedə biləcəyik. Bu istiqamət ağır texnikada gedə bilərdi, təxliyə yolumuz da açılardı. Amma Qırmızı Bazar biz Şuşa istiqamətinə gedərkən hələ alınmamışdı. Ona görə də biz kəşfiyyat yolları ilə Böyük Tağlar istiqamətində, Xocalının bəzi kəndləridir, Canaqçı kəndi və bu istiqamətlərdən təxliyə yolları olmadan dağlar aşaraq 23 kilometr düşmən dərinliyinə gedərək Laçın Şuşa yolunu tutmuşduq. Ondan sonra Daşaltı istiqamət, digər istiqamətdən Şuşa mühazirəyə alındı və Şuşa əməliyyatı uğurla icra olundu. Şuşa əməliyyatı icra olunmuşdu, amma Qırmızı Bazar hələ də tam bizim nəzarətimizdə deyildi. Ona görə orada çox ağır döyüşlər getmişdi. Yadımdadır ki, mən qolum dirsəyə qədər qanın içində idi yaralardan. Yəni çatdıra bilmirdim. Yaralıların sayı çox idi, həddən artıq çox idi. Bəzən qan quruyurdu, yuyub əlimdən də apara bilmirdim. Relyef düzəngah olduğundan partlayış travması, minomyot qəlpələrin filan döyüşün getdiyi ən qaynar nöqtədə yox, biraz arxadaydım.
və onların bütün yaraları mənim yanıma gəlirdi. Təsəvvür edin ki, düşmənlə bir-birini görürsən, düzəngahdır, yəni əyilməyə də, gizlənməyə də yeri yoxdur. O səni öldürmək üçün atır, sən onu öldürmək üçün atırsan. Və kim daha qəhrəmandır, kim daha önə atılır. Amma siz bilsək ki, statistik olaraq neçə Azərbaycan xüsusi təyinatlısı neçə nəfərə qarşı döyüşürdü, hər istiqamətdən atılırdı. Amma o tabor, o döyüş tapşırığını yerinə yetirdi. Həqiqətən də əfsanə vardı, boş yerə qoyulmur bunlar üçün. Və arxadan bizə də təminat dəstək gəlmir. Yalnız çantamızda olan bir neçə quru ərzaq payı idi ki, bu bizi bir həftə görməli idi və ya su təminatımız yox idi. Başımızı qaldırarkən böyük sıldırım qayalardı. İrəliyirdik, Laçın-Şuşa yolunu tutmaq istiqamətində. Yalnız qarşımdakı adamı gördüm, qarşımdakının önü görə bilmirdim artıq. Ondan biraz aralansam artıq itirə biləcəydim. O dərəcədə qatı duman var idi. Komandirə rasiyada xəbər gəlir ki, ön istiqamətdə olan qruplarımızda artilleriya atəş nəticəsində yaralılarımız var və onlar dəstək istəyirlər. Amma o qədər duman var ki, istiqaməti tutmaq mümkün deyil. Nə də onların harda olduğunu tam mən bilə bilmirdim. Və bu gün xidmətdə olan bir qəhrəman zabitimiz var, gəldi ki, həkim mən onları tapmışam. Gedə bilərəm yanına, dedim gedərik. Və təsəvvür edin ki, hər tərəfdən sağdan soldan düşmənin səsləri gəlir. Onlar içi ilə sızaraq həm yaralıların yanına gedirdik. Və ilk dəfə dumanda gördüyüm şey nə oldu? Gördüm asfaltın flörlü ağ xətti. Onu görəndə bildim ki, biz yolun üzərindəyik. Ona qədər harda olduğumu belə bilmirəm. Ya həm yaralıların yanına çatdım. Bir ayaq amputasiya olmuş oğlan var idi. Adını da artıq ayaq tamamilə üzülmüşdü, ayağı qoydum kənara. Təsəvvür edin ki, normalda işıq altında və qan itirməmiş insanın damarına düşmək üçün biz damarı incəliyirik filan. Orada elə bir lüksümüz yox idi. Qaranlıq və dumandı. Və o qədər qan itirmişdi, rəngi ağappaq idi. Mən onu təcili sürətdə qan əvəziyyəti köçürməli idim. Əlimi belə qoyaraq, sadəcə ya Allah, yeritdim iynəni və əlimi üzərinə qoydum ki, dəri altı gəlsə şişəcək, hiss eləyəcəm də. Başqa deyəcə biləcəyim bir şey yoxdur. İnanın mənə birinci səfərdən onun damarındaydı. O yəqin ki, Allahın insana verdiyi bir güc qüvvə idi. Bəxt deyək, bilmirəm nə idisə. Yarasını sardım, ağrı kəsicilər vurdum. İrəli istiqamətdə getdik. Yaralanan yanında adam qaldı. 3-4 gün sonra mən yüksəklikdə vuruldum, təxliyə olundum. Gəldim bir palatada yatarkən gördüm ki, ayağı olmayan oğlan. Oğlanın sifətinə baxdım, gördüm vurur. Mən orada yardım etdiyim oğlanla eyni palatadaydıq. Başqa bir həkim yoldaşımız Naxçıvandan gələn Ənvərli Akşin. Mən vurulduğum gün o da vurulub şəhid olmuşdu. Ümumiyyətlə Naxçıvandan 4 həkim gəlmişdi. İkisi şəhid oldu, ikisi yaralandı. Biz heç birimiz misal üçün ordu sıralarına geri qayıda bilmirdik. Zabitlər gəldi dedi ki, komandir yaralandı. Hardan yaralanıb? Göz istiqamətində. İndi mən həkim olduğundan bilirəm ki, gözdən yaralanma kifayət qədər ağır bir yaralanmadır. Bugün xidmətdə olan bir zabitimizə yaxınlaşdım ki, mənə düzünüdür, komandir sağdır yoxsa yox, dedi bilməm həkim, amma deyirlər ki, şəhid olub. Biz bunu şəxsiyyətə də çatdıra bilmirik, başa düşürsünüz? Yəni, komandirin şəhid olması xəbəri şəxsiyyətə necə psixoloji bir zərbə vura biləcəyini düşündüyümüzdən bu hələ xəbəri çatdıra bilmirik. Komandirimiz, Allah rəhmət eləsin, qan itirmədən bir müddət yaralı qalsa da, ikinci bir yardım göstərsə də aldığı xəsarət çox ağır idi və qan itirmədən Tuğ istiqamətində üzümlüklərdə şəhid olmuşdu. Və bu təbii çox böyük sarsıntı idi bizim üçün. Çünki inanın mənə bütün tabeyindəki şəxsi heyət Əliyev anardan ötürü gözünü qırpmadan ölümə də gedərdi. Yəni onu atılan güllərin qarşısına atılardı. Və digər bir komandirim mənim, Vətən müharibəsi qəhrəmanı Cəfərov Ramiz müəllim bizi vurdular artilleriya ilə. Mənim çiynimə dəyib, sonra keçib ona dəymişdim, mən ondan tərəfdəydim. O məndən arxada şəhid oldu. Rezanski məktəbinin Azərbaycanda 5 bitirmiş zabitdən biri idi. 48 yaşı var idi həmin döyüşlər zamanı və insanlar universal idi. Həm savadlı idilər, həm döyüş təcrübəli idilər. Niftəliyev Mehraba içində çox böyük təəssüfsüz keçirən mən yaralanan günlərində yaralandı və qan itirmədən şəhid olmuşdu. Hər zaman beynimdə qurdalan şeylərdən biri budur ki, mən orada olsaydım Mehrabı qoymazdım şəhid olsun. Həkimin birbaşa döyüşçünün yanında olması ona çox böyük psixoloji dəstəkdir. Misal üçün mən yadımda Şuşa istiqamətinə gəlib girərkən meşədə çox saylı yaralılar yığmışlar. Bir kəlmə girdim, dedim ki, mən həkiməm, gəlmişəm. Təxliyə də gələr, əslində təxliyə gələ bilmirdi. Amma mən onu o formada çatdırmağı insanların gözündə, yaralıların gözündə bir alov yandı ki, həkim yanımızdadır. Deyib gülə-gülə, zarafatlaşa o hadisənin ağırlığından onu uzaqlaşdırmağa çalışırdı. Məsələn, 2 ayağı qopub, yadımda dizdən aşağı, hər 2 ayağı qopub. Tamamilə ümidsizliyə qapılıb ki, burada öləcəm, şəhid olacam və ya həyatım batdı. Ayağına sarı qoyduqsa, ağrı kəsici filan. Demək ki, burada heç nə yox deyil. Həkimdə yəni heç nə yoxdur, ayaqlarım yoxdur. Amma yoxdur, protez qoyacaq, gəzəsən. Mən yenə gəzə biləcəm, deyirəm əlbəttə gəzəsən də, qaçasan da. Problem yoxdur, qoy bunu həll eləyək, göndərəcəyik arxa əməliyyat ol, hər şey əla olacaq. Baxıram ki, ümidlənir. Bəzən yalan danışmaq da lazım. Son nəfəsini verən şəhidlərimiz də var ki, həkimimizin əladır, hər şey əla. Narahat olma. Bəzən o narahat olma belə onların neçə saat dayanmasına səbəb olurdu ki, biz onları təxliyə edə bilirdik. Yəni ki, o psixoloji hissi onlara yaşatmaq lazımdır. Çox ağır bir yaralım var idi, bugün sağdır, sifətinin yarısını itiribdi, protezli, gözü filan.
Mən onu tapanda artıq şəhid bilib uzatmışlar. 4 saat yaxın onun üzərində mən çalışdım və başını qatmağa çalışırdım ki, hara alsan astral, dedim bax buradan çıxacağıq. Mən söz verirəm ki, səni buradan çıxardacağam. Sən də söz ver ki, hər il mənə mandalin gətirəsən şey. Ağzının içi də bütün qanla dolu idi, onu təmizləyirəm. Boğuq səslə deyir ki, həkim sənə qurban. 5 ildə hər il mənim mandalimi gətirir. Misal üçün, bəzən özüm suna yanıram, o yaralı içdikcə sanki mən də sərinlik tapırdım. Sanki mən də o qurtumdan alırdım. Sumqayıtdan olan şəhidimiz Mahmudlu Babək yük maşını vurmuşlar, aşmışdı və maşının altında qalaraq əzilmişdi. Bütün daxili orqanlarında daxili qanaxmadan şəhid olmuşdu. Mən son ana qədər sinəsinə masaj etdim, dayanmışdı mənə çatanda ürəyi, şəhid olmuşdu. Amma mən bundan bağışmaq istəmirdim. Hətta ürəyinə birbaşa adrenalini qabıq arasından birbaşa ürəyinə vurdum ki, bəlkə tərpədə, bəlkə bir şey olar. Amma çox təəssüf ki, şəhid oldu, çünki mənim yanıma çatanda artıq şəhid olmuşdu. Ən son edəcəyimiz nədir? Birbaşa ürəyinə adrenalin vurmaq. Ona qədər yoxlayırdıq. Məndə yox, başqa bir həkim yoldaşımızda bir nəfər ayrılmışdı elə. Yəni o heç bildirmədi ki, sən şəhid olduğunu düşünmüşdük. Başının arxasından güllə girmişdi, güllənin arxası görsənirdi başında. Başqa bir yoldaş var idi, Bəlizadə Salyandan. Çox hündür boylu, əzəmətli və qorxmaz oğlan idi. Ağır yaralanıb gəlmişdi yanıma. Yaralanı sarıdım. Dedim ki, qardaş, qayıdarıq ya. Mən ilkin tibbi yardım göstərdim, amma bu cür davam edə bilməz. Və həmin anda körpəsi dünyaya gəlmişdi. Dedim ki, körpəmin üzünü gör. Dedi, yox, görərəm inşallah. Qayıtı şəhid oldu. Çiynimdən çox ağır xəsarət almışdım və elə bir yer ki, özüm sarıq da qoya bilmirdim və qolumun bütün sümükləri qırılmışdı, qolum sadəcə yanıma sallanmışdı belə. Qan itirmə var idi məndə, qanı da saxlaya bilmirdim. Və o qədər yorğun, o qədər susuz idi ki, gördüm ki, mən nəsə hal aparır və mən o hadisənin nə olduğunu dərk edə bilmirdim. Ölürəmmi, yəni ölümdürmü gələn, yoxsa halsızlıqdırmı, yoxsa yuxusuzluqdurmı, nə olduğunu anlaya bilmirəm, dərk edə bilmirəm. Bir müddət dirənməyə çalışdım, amma gördüm ki, gücüm çatmır. Sonra da kəlmə işarət gətirib gözümü yumdum. 2 saatdan sonra ayıldım ki, bu qolumdakı bazı sümüyü o qədər qəlpələ sınıb bir-birinə aral durmuşdu ki, soyuqdan titrəyirəm, qan itirmədən. Sümüklər sürtür bir-birinə, onun ağrısına ayıldım. Və ayıldım, görüm ki, yox, mən ölməmişəm. Əslində bu bilmirəm, halsızlıq idi, yuxusuzluq idi, ya bilmirəm, qan itirmədən olan bir şok effekti idi mi, tam şok deməyək. Və mən komandirə dedim ki, burada qalsaq, yəni bu yaralılar və mən daxil, mənim bir neçə saat vaxtım var. Mən bilirəm ki, gedəcəm şokda. Və zabit olaraq məsuliyyəti öz üzərimə götürərək 9 yaralını götürüb Çanaqlı kəndi istiqamətində irəlilədik. Yolda başımıza çox saylı hadisələr gəldi. Bir neçə dəfə qan itirmədən özümdən getdim. Yolda at tapıb verdilər, məni atın belində apardılar filan. Cəmi bir nəfər qan itirmədən artıq çatarkən həddən artıq ağır vəziyyətdə idi, o şəhid oldu, amma 8 yaralını mən müvəffəqiyyətlə çatdıra bildim günün sonunda. Və ondan sonra məni gətirdilər Hadruta. Artıq 2 gün idi ki, mən yaralamam üzərindən keçirdi. Yaram irinləmişdi. Bir vedrə sabunlu su düzəldib yaramı yuddular. İlk cərrahi müdaxilə bu idi, çünki həddən artıq çirklənmişdi yaram. Bakı istiqamətinə təxliyə elədilər, 6-7 əməliyyat keçirdim və həkimlərim sağ olsun ki, qolumu saxladılar, amputasiya olmadı qolum. Hissləri donmuş insan olaraq bir gecə bizi SSR-da oyandırdı. Cənab Prezident xalqa müraciət edirdi ki, dayandı döyüş əməliyyatlar. Onda gözümdən yaş gəlmişdi. Niyə? Çünki hər saniyə dostlarım şəhid xəbəri gəlirdi və artıq insanda ürək qalmırdı. Mən müharibədən sonra özüm reabilitasiya olundum. Bir neçə müddət müalicədən sonra özümə dövlət qurumundan təklif gəldi. Müharibə iştirakçılarının komissiyasında iştirak etməyə özümə mənəvi borc kimi bilirdim. Mən döyüş zamanı 500-dən artıq yaralıya birbaşa dəstək göstərmiş insanam. Və əksəriyyətini tanıyıram, əksəriyyətini bilirəm və bundan əlavə də onların nə hiss etdiyini, o özüm də yaralanmış şəxs kimi, o ağrı acının nə olduğunu, o psixoloji travmanın, o fiziki travmanın nə olduğunu birbaşa yaşamış insan kimi mən onlara yad deyil. Müharibənin ab-havasından tam çıxmağına imkan vermir çalışdığım yer ki, hələ də sanki müharibənin bir davam edən bir hissəsini, bir fəaliyyətimi hələ yekunlaşdırmamışam da. Orada tibbi fəaliyyət göstərirdim, burada ekspertiza fəaliyyəti. Müharibə yoldaşlığı ümumiyyətlə çox möhkəm yoldaşlar gətirib çıxarır. İnsan ən çətin anında sənə dəstək olmuş, ən çətin anında yanında olmuş insanlar yaratdığı dostluq çox möhkəm dostluq olur. Bəzən qarşıma çıxır, deyir ki, həkim sən daş altda gəldin, mənə yardım göstərdin. Yadımda tam xatırlaya bilmirəm. Çünki bilirsiniz necədir? Hər kəs üzü tüklü, müharibə şəraitində fərqli cür idi, yaralı idilər. Tam xatırlaya bilmirəm, yadıma sala bilmirəm. Deyirəm bəlkə mən deyir, yox. Orada səndən başqa həkim var, deyirəm yox. Sən idin, gəldin filan şeyləri etdin. Çox sağ ol, təşəkkür edirəm. 90-cı illərdə biz necə qəhrəman insanlar itirmişik. Bizim elə milli qəhrəmanlarımız var ki, hər birindən dastan yazmaq olar, döyüşlərimiz var.
30 ildən sonra elə oğlanlar üzə çıxdı ki, onların dastanından da bir artıq dastan yazdılar və bizdən sonra gələn nəsil də vətənpərvər istiqamətə yetişəcəklər. Belə işlər.